Mən doktor Rəşad İmranlı, Bəyaz Flora şirkətinin təsisçisi və direktoruyam. İlk dəfə olaraq 2022-ci ildə təlimlərə qatılmışam. Təlimlərə qatılmaqda məqsədim yox idi. Yəni sadəcə məni dəyişəcəyimə əmin eləmək üçün dəvət elədilər və mən inamsız olaraq bu təlimlərdə iştirak elədim və bu təlimlərdə Vüqar Cabbarovla tanış oldum. Düzü inanırdım ki, Vüqar müəllimin daxilində olan potensial yaxın gələcəkdə ətrafa sıçrayacaq və alov saça biləcək. Və biz bunun hamısının şahidi olduq. Vüqar müəllim STK təlimini yaratdı və bu təlim öz sələflərindən heç də geri qalmadı. Əksinə daha mütəşəkkil forma aldı. Sələfləri dedikdə Amerikalı yazıcı, təlimçi Verner və Rusiyada hal-hazırda fəaliyyət göstərən Vitali Bulavini nəzərdə tuturam ki, Vüqar Cabbarovun yaratdığı bu təlimlər öz sələflərindən qat-qat üstündür. Vüqar Cabbarovla bizim dostluğumuz, ünsiyyətimiz bu təlimlər vasitəsilə yarandı və mənim inkişafıma, dəyişməyimə Vüqar Cabbarovun əhəmiyyətli dərəcədə təsiri oldu. Mən ilk öncə Vüqar müəllimə dərindən təşəkkür edirəm ki, mənimlə bu yolda yoldaşdır. Təlimlərə qatıldıqdan sonra mən həqiqətən də dəyişmək söz olaraq yox, inkişaf mənasında dəyişməyə yoluna qədəm qoydum. Və getdikcə əvvəlkindən daha fərqli formaya, zaman irəlilədikcə isə daha mükəmmələ çıxmağa, Vüqar müəllim yaxşı təlimçi olmaqla bərabər həm də yaxşı insandır. Nəyə görə bunu deyirəm? Ona görə ki, daxilində heç bir qısqanclıq yoxdur. Məni öz təlimindən əlavə digər xarici ölkələrdə keçirilən təlimlərə də yönləndirdi və bu təlimlər vasitəsilə mən həqiqətən özümü konservant sayırdım və dəyişməyə doğru irəlilədim. Daxili potensialım aşkarlandı, əvvəlkindən daha yaxşı olmağa, zaman keçdikcə isə mükəmməllik yoluna qədəm qoydum. Yeri gəlmişkən qeyd edeyim ki, məndə olan dəyişkənliyi, inkişafı bütün kollektiv olaraq hər kəs hiss elədi. Bəyaz Florada kollektivi artıq təlimlərdə maraqlanmağa başladı və biz qarşıda olan təlimlərdə komanda şəklində iştirak etdik və mütəşəkkil bir Bəyaz Flora ailəsi yarada bildik. Hər kəsi bu təlimlərdə iştirak etməyə dəvət edirəm. Azərbaycanda bu missiyanı, bu yükü öz üzərinə Vüqar Cabbarov götürüb, bu yolda ona uğurlar arzu edirəm. Öz adımdan, bütün kollektivimiz adından ona təşəkkür edirəm.